Həyatda ən çox kimi sevirsiniz? Anamı. Çünki məncə elə fikirləşirəm ki, hər bir ailədə ən çox əziyyət çəkən və uşağın fikirləşən tərəf anadır, yəni. Mənim anam da yəni bu günə qədər həqiqətən çox əziyyətlər çəkib. Yəni bu yerə gəlib çatdığımıza görə də biz iki qardaşıq, həqiqətən əziyyəti böyük olub da. Yəni, o sualın ilk cavabı yəni problem anamdır. Yəni heç bir pis xüsusiyyəti yoxdur. Yəni onun əllərindən, o gözlərindən öpürəm də yəni. Həyatda ən çox özümü sevirəm. Onun da nədəni var. Çünki mən özümü sevsəm, o deməkdir ki, mən valideynlərim üçün, məni sevən insanlar üçün də sağlam qalacağam, xoşbəxt qalacağam. Sağlam olmayan, xoşbəxt olmayan insan digərləri üçün sadəcə bir əziyyətdir. Digərlərinə ağrıdır. Amma insan özünü sevsə, sağlam olsa, özü xoşbəxt olsa, ətrafı da sağlam və xoşbəxt olur. Həyatda özümü sevirəm, ailəmi sevirəm, bacılarımı sevirəm, dostlarımı sevirəm, yaxınlarımı sevirəm. Həyatda ən çox kimi sevirsiniz? Həyatda ən çox ailəmi. Bir nəfəri deyə bilərsiniz. Bir nəfər olaraq anamı deyim. Ən çox kimi sevirsiniz? Ən çox bacımı.